Quşçuluq kanalı hamınızı salamlayır dostlar. Əgər sizin də xoruzlarınız, toyuqlarınızı incidirsə, tövlədə kannibalizm düşürsə, bugün sizlərə bir şey paylaşmaq istəyirəm. Yəni bu gördüyünüz eynəkləri xoruzların başına keçirdəcəyik. Çünki artıq onlar toyuqları incitməyəcək. Eynəklər bir müxtəlif olur, daha doğrusu necə çəkisinə uyğun. Yəni bu 2 kilodan yuxarı heyvanlar üçündür. Bu isə 1 kilo yarım, 2 kiloluq heyvanlar üçündür ki, onların burnuna taxılır. İndi mən sizə onun ayağını şəkildə bir xoruzu tutub onun burnuna keçirəcəm. Yəni siz də baxacaqsınız. Bu gördüyünüz xoruz, yəni çəkisi 1 kilo yarım, 2 kilo arası olduğuna görə bu balacadan istifadə edəcəyik buna. Yəni sizin də görə biləcəyiniz bir şəkildə ayarlayın. Düzdür, heyvan biraz incidir, qoymur şeyləməyə, keçirtməyə. Amma indi həm çəkərək, həm də bunun bu çubuq hissəsini dostlar və bunun bu çubuq hissəsini bunun burun dəliyindən içəri salacağıq. İnşallah diğer tərəfdən də çıxacaq. Narahat olmayın, heyvan biraz heyvanı incitdiyinə görə Yap, sakit ol. Artıq görürsünüz. Baxın. Bir burun dəliyindən girib, obursundan çıxıb. Sakit ol. Sən bəs toyuqları incidəndə bilmirdin ki, olacaq. Bundan sonra artıq bu heyvan toyuqları sürə biləcək. Yəni mayalı yumurta əldə edə biləcəksiniz. Amma xoruzlar öz aralarında həm dalaşmayacaqlar, həm də artıq yəni diğer xoruzları vurmayacaq. İndi sizə diğerinin taxılma qaydasını göstərəcəm. Onda inşallah diğeri daha asandır. Dostlar, deməli bu gördüyünüz xoruzun çəkisi 2 kilodan yuxarı olduğuna görə artıq buna bu diğer eynəkdən taxmalıyıq. Onu da sizə taxılma qaydasını göstəreyim. Biraz indi çətinlik olur. Yəni xoruz da agresivləşir. Gözlük. Gördüğünüz kimi artıq bu da hazırdır. Deməli nə olur? Bunu sizə göstəreyim. Bunun burada bu iğneləri var. Həmin bunun bu iğneləri belə bir şəkildə toyuğun burnuna girir. Bu üst balaca hissəsi qalır yuxarıda, böyük hissəsi isə aşağıda olaraq bunlar da xoruzun burun dəliklərinə girir. Все, onun da hazırdır. Artıq yəni bu xoruzlar bir-birini görüb dalaşmayacaq. Onun eynəyi var, misal üçün toyuğu sürə bilir. Yəni yumurtanın mayallığına görə beləliklə çox rahatdır. Artıq bunlar eyni tövlədə olub dalaşmayacaqlar təbii ki. Özünüzə yaxşı baxın, diğer videolarda görüşmək ümidinə.